təxminən 16-17 saatdır qar yağır. İntensiv qar yağış nəticəsində bu hündürlükdə qar yaranıb hazırda. Və həyətdə də qarın hündürlüyünə baxın. Və yağmaqda da davam edir. Və artıq həyətdə qardan bir dağ yaranıb, belə desək. Həyətdən də belə bir səngər açmışıq. Qardan səngər düzəltmişik. Burada da çəpər aşıb qarın ağırlığına davam gətirməyib. Gördüyünüz bax bu hissələrdə. Hansı ki, ən güclü küləklərdə belə bu çəpər aşmırdı. Bostanı həyətdən ayıran çəpərdir bu. Və qarın təzyiqinə davam gətirməyərək aşıb. Burada da balaca səngər qazmışıq. Bu da bizim odunumuzdur. Odunumuzu pilləkənin altına yığmışıq. Amma bir hissəsi sudur. Nə yaxşı ki, bu odun qışdan gətirdiyimiz odundur və bizim üçün ehtiyat olaraq qalıb. Belə soyuqlu, qarlı yaz havasında istifadə edirik. Yanacağımız olmasaydı, vəziyyət başqa cür ola bilərdi. Qarın hündürlüyü isə artıq divarların üstündə görə bilirsiniz. Hava da soğuğun vəziyyətindədir. Külək qarı sovurur. Çinarların da budaqları bəziləri artıq qırılıb. Qalanlar da bunlardır. Küləyin səsində hiss edə bilirsiniz yəqin ki. Bu qarın yaratdığı fəsadlar da sonra öz təsirini göstərəcək. Amma xeyirlisi Allahdan, görək necə olacaq. Məktəbdən evə gedirik. Burada artıq iz yoxdur. Maşın izi ilə gəlirdik. Bu hissədə bizim məhəllədə iz yoxdur. Məcbur qarı basa-basa getməliyik. İz açmalıyıq. Qarın hündürlüyü isə 70-80 santimetrə yaxındır. Özünüz də görürsünüz divarların üstündəki qarın hündürlüyün. Kabellərin çox qırılıb yerdədir. Çəkirəm, videodur. Nə qalınlıqda yağıb.